Sonra Mehriban xanım tapdı Caviddi. Cavid danışdı ki, bəs nafalanı sənə verirəm ki, yəni düz yola gələrsən. Dedi ki, yaxşı Mehriban xanıma başlayacağım namaz qılmağa. Düz yola gələcəm. Düz yola gələcəm. Yəni bu öz yoluna gəldimi? Sonra necə oldu? Gəldi öz yoluna. Başlayıb namaz qılmağa Cavid. Sonra gətirib Mehriban xanım bizə yazığı gəldi. Apardı bizi öz evini verdi. Bizə yazdı. Özü getdi kvartira qaldı. Getdi şəhərdə kvartira qaldı. O öz evini verdi bizə ki, bizi pis yerdən çıxartdı da. O ev pis yer idi. Sican vardı, qoç vardı. Çox belə, nə bilim, padval. Nimdaş yerdə də padvalda yaşayırdı. Nəmişli bir yerdə idi. Mən çıxartdı orada, getdi öz evinə. Öz evində məni, hələ də o evində qalıram mən. Mən bugünkü də Mehriban xanıma çox sağ ol deyirəm. Allah ona canına dəyməsin. Allah onu mənə çox görməsin. Siz yəqin göründüyü kimi artıq ana olmağa hazırlaşırsınız. Ana olmağa hazırlaşırsınız. Daha doğrusu xoşbəxtsiniz. Bax sizin boğazınızda bu cür zov var. O belə dansız sizə əziyyət verir. Bu nəyin bəhrəsidir? Bu ilk həyat yoldaşınızdan qalan yadigardır, yoxsa ikinci həyat yoldaşınızdan? Yox, birinci. Birincidən olan işgəncələr. İndi onlar keçək Cavidin fikrini bilək, görək o namaz vaxtıdır. Yəqin ki namaz qılır da indi. Gedək görək. Demək sən xoşbəxtsən artıq. Bugünkü gündə sən Mehriban xanıma və bir də göydə Allaha ən öncədən Allaha Allah sənə kömək olsun. Allah sənə kömək olsun. Allah Taala sənə kömək olub yəqin bugünkü gündə.